Lənkəran rayon Bürcəli kənd sakini Nizami Cabbarov 35 ildir bağbanlıqla məşğuldur. Həyətyanı sahəsində 20 növdən artıq sitrus bitkilər mövcuddur. Yetişdirdiyi konfet ağacı isə hamının marağına səbəb olur. Belə ki, bir neçə il bundan əvvəl təsadüf nəticəsində rayon mərkəzindən evə gətirdiyi bu qeyri-adi ağacı bağında yetişdirməyə başlayır. Lakin əkdiyi qəribə bitkiyə heç yerdə rast gəlməyən bağban ağacın bar verməsini gözləməyə qərar verir. Lənkəranın böyük bazar ətrafında peşə məktəbi vardı, 169 nömrəli peşə məktəbi. Mən orada dərs deyirdim. Neyse yay dövründə bir dəfə gördüm ki, ağacda belə bir qəribə ağac var, orada çiçəkləri var, qəribə çiçəkləri var. Tam ağ rəngə bürünmüşdü yay ayında, elə bir ki, qar yağıb üstündə. Nəhayət 7 ildən sonra ağac qeyri-adi bar verir. Ağacın bar verməsi bağbanı sevindirsə də, meyvənin yeməli və yaxud zərərli olması müəmmalı olaraq qalır. Maraqlandım ağacdan sonra bir yerdə mətbuatda onu tapdım, onu haqqında öyrəndim nə olan bitkidir. Orada olan yaşlı adamlardan da soruşdum. Onlar da bunun haqqında neysə belə məlumatlar verdilər. Tam bilmədim nə olan şeydir. Sonra gözlədim bunun bitkisi, bu həmən çiçəklər formalaşdı. Oktyabr, noyabr ayında bunun tumlarından yığdım, meyvəsi də hazır üstündeydi. Yığdım, gətirdim, həmən meyvə dedilər yeməlidir, o ətrafda olan adamlar da vardı, onlar da onu yedilər. Konfet ağacın başqa bir qəribəliklərindən biri də meyvə ağaclarının çiçəklənmə dövrü bitdikdən sonra çiçək asmağa başlamasıdır və oktyabr, noyabr aylarında bar verir. Ağacın gətirdiyi meyvələr görünüşcə qeyri-adi olsa da, dadı şokoladdan fərqlənmir və gündəlik istifadə etdiyimiz xurmadan da şirindir. Həvəskar bağban ağacın arıçılıqda istifadə etmək və torpaq sürüşmələri baş verən ərazilərdə əkməyi məqsədə uyğun hesab edir. Ağacları çıxardandan sonra, kütövməkdən çıxarandan sonra, növbəti ildə yerdən təzədən köklərindən özləri ağaclar əmələ gəlib çıxırlar və sürüşən yerləri möhkəmə saxlayırlar. Qeyd edək ki, konfet ağacı xurma mənşəli bitki hesab olunur. Vətəni əsasən ərəb ölkələri hesab olunur. Vüqar Əliyev, Sami Sadıqov, Elvin Habiloğlu, Space, Lənkəran.